Ona bana ağrı. Assalamu aleykum əziz izləyicilər. Yola çıxdıq. Kənddən təxmini 2 saat, 3 saat dağ-təpə ilə yol getdik belə maraqlı. Gəldik, çatdıq, amma tam burada deyil bizim yerləşəcəyimiz yer. Sadəcə burada bizi qonaq elədilər, sağ olsunlar. Hələlik çadır qurana qədər bekar qalmadım. Qarmağa tulladım. İnşallah bir şey çıxar, amma yenə də burada yoxdur hələlik. Evet, elə belə. O tərəfdə təbiətdə adam biraz qorxur, çünki hər növ heyvan var. Qanıq vadisidir, bəlkə də bilənlər bilir. Ayı, canavar, donuz, hər şey. Bəli, qarmaq qurmuşlar, o qarmağı yoxlamağa getdilər, maşallah yaxşı balıq oldu. Akşam aparı Və balıqları bir-bir təmizləyib, qəşəng havada yağda pişirdik. Göz haqqınızı hala edin. Allah. Və burada ən əsas məsələ budur. Asta-asta qalacağımız yerə doğru hərəkət eləyirik və gəldik, çatdıq. Burada çadır falan qurduq, yerləşdik. Allahın izni ilə. Burada qalacaq bir gün. Sonra təzədən başqa yerə gedəcəyik. Bu tərəflərdə tanımayan biri yəni bura düşsə, buralı olmayan biri. Yəni mən də buralıyım, onu tanımıram. Siyo, getdin. Səhərə qədər odun qırmalıyıq ki, gecə sönməsin odunumuz. Ona qədər odun axtarışına çıxmışam. Fikrən yığdım. Orada da var inşallah. Yetər. O süpərləmək yoxdur. İçinə girib yatmaq olur. Əsiyədə onlar bilir. Bu da lambadır. Nə tökürsən yanır. İsinir, qəşəng içəri olur. Ot kimi. Və qoyunu belə təmizlədik burada. Sürədə də çay içirdik qəşəng balla. Bu da qoyunun iç tərəfidir. Bal, çay, quzun yarısı, çaqqallar da buralarda bizdən biridir. Hafisi, dəhşət yağış başladı. Selə düşdük. Bir dənə bu düşüb hələlik. Allahu Akbar, Allahu Akbar. Çadırın içine girmiş yerə bir tərəfindən uzanır, üstünü örtür, yatır. Səhər çölə çıxanda bütün paltarlar soldu, burada qurduruq. Təzdən yığdıq, gedirik təzəyə. Və maşın burada batdı, kömək elədik, çıxartdıq, driftləri yeyə getdi. Yeni gələcəyimiz yerə gəldik, yerləşdik, çadır falan qurduq. Yemək orada pişir. Bizi təzə məkanda qarmaqları qoymuşuq. O tərəfə də yenə qarmaqları qoymuşuq, liniya deyirlər ona. Hatta balıq yapışır qarmaqdan bir neçə müddətdən sonra. Onu da 4-5 saatdan bir yoxlayırıq. Bunu da həvəs üçün qoymuşuq. Sadəcə sakitləşmək üçün. Nə belə bir salon. Axşam yeməyi üçün odu qaladıq, burada qəşəng gün batırdı. Telefonun zəqqəsini başqa telefondan çəkdim, kalite biraz az ola bilər. Belə bir maraqlı görüntü. İnanıram ki, 2 günlük meşə həyatını sıxışdıra bildim 4 dəqiqəlik video. İnşallah ki, videonu bəyəndiniz. Əssəlamu aleykum.